Əla. Dərsdə olmayan tələbələrə demək istəyirəm ki, sağ olsunlar, özləri gəlməyiblər, zakaz veriblər ki, Vahid müəllim nə demiş, nə deməmişdi, deyirsiniz. Vahid müəllim də to-do list yazıbdı və biz də onun üstündə gedəcəyik. Heç nə, qalan can sağ ol, diqqətlə qulaq asın, işləyək. Deməli, mən sizə vermişdim nə? Axırıncı dəfə country yazmışdıq. Country hazırdır, amma country'nin üstündə davam eləyəcək ya, millət. Buydu country'miz. Bəli, dark mode-dan əlavə çox. Məsələn, detail səhifəmiz qalıb, səhifələr arası routumuz və s. qalıb. O qalıb, bu qalıb, çox şey qalıb. Country-də krada nə ehtiyac var? Get ölkəni siləsən. Oxu. Ermənistan, silin. Artıq biz başlayırıq. Albaniya, Azərbaycandır, Avropa, Azərbaycan. Burada neynədir? Rəşdin inputları da buradadır. Yazmışdıq bunları, filtrləmə, bunları ekrana çıxartmasını, olu yazmışdıq. Open card. Burada niyəsə sidebar var counterdə, ölkə alırıq buradan. Onu da həll eləyərik. Bunu göstərmək üçün də bir də bizdə burada şey var idi, ölkə axtar, əmr. Azərbaycan və s. Amma şey qalıb burada da, yəni rəşd inputu bağlan. Üstünə basanda detail qalıb. Gəlin bunun üstündə işləyəcək. Counter'ın üstündə onsa çox işimiz var. Burada input yerində saxlayırıq. Belə keçirik inputlarla bağlı danışmağa, state'lərlə bağlı əməliyyatlar eləməyə. Yəni çox da irəliləmirik. Nəzrin bunu yazdın. Nəzrin deyirəm. Ləman bunu yazdın. Çox üzr. Yox, tamam. Tamam, bunun kodlarını atacağam. Onsuz da polunda vaxtınız olacaq. Yəni elə belə şeylər eləyirik, tutuza da eləyirik. Hamımız Nihat sən də gözlüyün yadıma saldım. İsmail sən də maşallah qəşəng yadıma saldım hə. Kim? Yunis. Yunis sən də Mədinə sən də. Tamam. Bunu yavaş-yavaş başlayırsınız yazmağa. Hər hansı sualınız olanda mənə yönləndirirsiniz. Rekordlar var, kod var. Aydın oldu. Sizə bir dənə oturub yazmaq düşür. Vaxtınız da var. İkinci kursda çox sıxılarsınız. Nə? İndi yox. İndi dərs var. Sən də bunun kimi açıb rekorda baxasan burada. Hə. Prosto nə? 5 danış da, 5. Fayl qrupda atacam da təzədən həll eləyərik. Ya da uşaqlar rəşid nöqtəliyər var. Hə. İndi bir dənə buradan Fatiməsə onlayn qoyum. Okay, bunu da bağla. Bunu da bağla, bunu da bağla. İndi mən sizə demişdim ki, bir dənə də şey qoşaq da uşaqlar, Tailwind. Tailwind'i yəqin bilirsiniz da. Tailwind'ə ehtiyac yoxdur zahirən. Tailwind css.com. Nə? Yox, bir CSS şey lazım. Bir dənə buradan tez CDN-lə CDN-lə qoşuruq. Qardaş, CDN-in nə dəxli var White-a, zırta-pırta? CDN-i buraya yapışdırsan qutarı gedir. NPM-lə yükləmirəm. Axot yoxdur deyə. Tamam. Buradan promo qoşuram. Vaxtımız getməsin də. Yəni belə də eləmək olur. Biz niyə 2 dənə dərs açmışıq burada? Hə, bu o birisiydi. Mən hansına qoşdum onu bu arada? O birisinə qoşmuşam. Super. Script. Şeyə qoşulmağını bilirsiniz Tailwind'in. Bura, yaxşı. CDN-siz də NPM-lə qoşulmağını bilmirsiniz. Yox, CDN... Tamam, CDN-lə, React-la deyirəm də elə. React-la bilmirsiniz, üstündən keçin. CDN-lə heç, CDN-lə artıq əski bir şey yoxdur. Get start da vurdun, CDN-i cıtırılı, yəni, hə? Ondan sonra gətirin bura yapışdırım, ondan sonra işləyir da, bilirsiniz burasını. Ürəyin istəyir şeylə də öyrədim. Nəylə? Emmetim gecişləyir. Tamam. Strict mode neyinirdi? Niyə sildik biz bunu? Niyə? Çünki komponenti 2 dəfə. Bir söz qaldı. Tamam dedim hamısını. Onu da sən denə. Komponenti 2 dəfə. Rəşid.
Rəşid. Çağırır. Ay sağ ol. Allah. İşimiz var ya. Hə. Oje bu işləyir ha, millət. Mən deyim, bax bir dənə bura klass bıcı zad yazsam, Ctrl J. Burada var da. Bunu niyə bağladım onu da bilmirəm. Hə. Bax, bura qırağa söykənməyindən bilin ki, artıq işləyir. Çünki reset CSS verilibdir şey tərəfindən, Tailwind tərəfindən. Bir dənə burada yazsaz ki, tutaq ki, class bıcı random bir dənə range. Gördünüz? Tamam işləyir. Bunu şeylə qoşmaq istəyirsinizsə, CDN-lə yox belə normal şəkildə qoşmaq istəyirsinizsə ki, yəni həm internet olmayanda işləsin, həm yəni gedib uzaqdan CDN-in məntiqi nə idi? Yəni elə bir bizdə bir dənə burada marketin var, bir də o tərəfdə al market var. Yəni CDN odur ki, sən hər dəfə elə bir al marketdən alırsan, gəlirsən. Sən hər dəfə ora bıcı yazanda, o gedir onu oradan götürür, gəlir. Amma biz bunu npm-lə qoşanda bizdə birbaşa yanımızda bir xaladelnik olur, oradan girirsən, götürürsən, yeyirsən. Yəni bu qədər. CDN-lə qoşmaq istəyəndə də bir dənə qayıdın bura deyin ki, Tailwind-in yüklənməsi amma using white. Bax burada using white var. Tamam. Bu nədir bizdə? White-dır da, düzdürmü? React-ı white-da işlədirik mühitində. Bax burada var. Bunu bir dənə yenə həmişə kimi ən belə sevdiyiniz şey cıtırılıcı gəldiniz bura cıtırılıcı girdiniz yazdınız bunun içinə. Heç nə gözləyirsiniz, gedirsiniz saydan zaddan içirsiniz. Hə, kofe. Üçləndi. Ondan sonra bax nə deyir? Bax buranı oxuyun ha. Bax white config ts. İndi gəlib deməyin ki, Elvin bizdə white config JS-dir. Yəni həmin faylda uşaqlar. Sadəcə bu TypeScript-nə yazılıb, bizdə JavaScript-nə. Bir dənə bunu buradan kopyalayın, bir də baxın pluginlərə deyir Tailwind CSS əlavə elə. Getdim bunu buradan kopyaladım. Bir də pluginlərin içinə girdim. Plugin bizdə qoşulan, bax array-in içinə alıram. Plugin bizdə qoşulmuş olan şeylərdir saytı. Tailwind CSS dedim, bir dənə də bunu buradan əlavə elədim. Vəsə. Bir də deyir ki, canım gözüm, mənim buradan CSS-imə import Tailwind CSS elə. Bu nə? Deyir, şöyə mən gül kimi işləyəcəm. stylecss.com bu da zaten yəni verilib. Verilməsi olar. Mən biləm belə də işləyir. İndi gedirsən, yenə baxırsan. Yəni bax bizdə CD'miz yoxdur və yenə işləyir. Görsünüz. Üstə ürəvi istəyir, buna bir dənə padding verək. P4 verdim. O bax gördünüz. Şeydə öyrətmişdim sizə. P-nin paddingin 2 parametrini birdən necə verirdik? Məsəl üçün 10 pikselin bir dənə altdan xətt 20 pikselə. Bu artıq bu X oxu, bu Y oxu. Bildiniz də məsələn. Tam tərsinə də olur. Bu Y, bu X oxu. Nəysə, Tailwindimiz işləyir. Çox da başımızı yormayaq buna. İndi bir dənə gedək, şey yaradaq. Nə yaradaq? Input. Gəlib deyirəm ki, bizdə burada olacaq. Mən 2 dənə taskım var idi. Ona uyğun bir dənə burada, bir dənə burada, bir dənə burada. 2 dənə component. Tamam. Axırının nə olar? Reset olsun da o. Tamam. Bunun içində bir dənə olsun məndə input yox. To JSX. JSX-ların adına həmişə böyüklə. İkinci də olsun color JSX. Birinci gözüm üstə to-do nə eləyir? Bu kimdə? Raft İsmail, neysən orada? Neysən, sonra qoşarsan da. Hal-hazırda dərsə qulaq. Yəni sonra onsuz da rekord da var, hər bir şey var, sonra qoşarsan. Əsas indi deyilənləri tut. Tamam. Hə. Bunlar qalsın burada. İndi mən gəlib deyəcəm ki, appimin içində məndə nə olacaq? Bir dənə bunu zəhmət olmasa. Yığışdır buradan. Bunu saxlayıram nə şəklində? Həmişə. Bu nədir? Fragment. Bu fragmentləri bura niyə yazırıq? Hər hansısa bir səhifədə yer tutmasın deyə. Yəni mənasız olan bir tagdir bu. Ki parent görəvini görsün. Ana komp çevirələm, uzaqlamaq belə. Bunu yazırıq bura. Bunu gəl yarasına yazırıq ki, to do. Ondan sonra tez şəkildə gedək deyəm ki, burada məndə to do var. Bunun
class height olacaq, screen olacaq, buttons da 100'dür, flex'dir, justify. Niyə çıxmırsan? Center'dir, items center'dir. Ondan sonra da can sağ ol. Başqa da heç nə ehtiyac yox. Bunun içində bir dənə də div var. Bunun artıq paddingi 5'dir. Bu da flex'dir. Flex call'dur. Paddingi PY nə bilim. PY yox. Gap olsun da elə. Gap olsun. Gap'i 20 pikseldir. Can sağ ol. Bunun da içində inputları var. Burada bir dənə gözlə də button var. Ondan sonra can sağlığı. Buna da ortaya lap gəl. Items center'dir. Qutardı getdi. Input var, button var. Buttonların input'a bir dənə ikisinə də class name verək. Gəlib deyirəm ki, ikisində də border olacaq, padding olacaq, text nə bilim, text white olmasın. Bunda çox da həngaməyə ehtiyac yoxdur. Kəsə deyim ki, bıcı, black, nə white, text white. Bu da bu düşsün bunun altına, bu şəkildə qalsınlar burada. Burada da artıq məndə bir dənə olacaq ul. Bunun içinə lilərim gələcək ki, bu lilər nə olacaq bizdə? Buna yenə də eyni şəkildə flex gedəcək. Tamam. Buna artıq ehtiyac yoxdur. Buna biraz 20 piksel, biraz da şey verək, bucu. Ən belə shit rəngi hardan tapım? Oba, qəşəng rəng. Tamam, buna da bundan verək. Məncə süper. Bu lilərin arasında da, bu lilər də bundan oxşar olsun. Border olsun, padding olsun, class name. Border olsun, padding olsun, rounded olsun. 20 piksel. Bunun da altında listlərimiz olacaq. Gəlsən 3-4-də. Əla. Button içində add olacaq. Bunlar ikisi bir yerdə olacaq. Can sağlıq. Bunların da width'i full olacaq. Olmadı. 100% olacaq. Olmadı çünki bunun width yoxdur. Nə ana elementinin width yoxdur. Buna da width 100 deyək. Width full deyək. Tamam. Yes. Artıq oldu. Rəngim bir dənə çox shitdir. Onu dəyişə bilərəm. Qalan heç nə. Qalan can sağlıq. Yes. Tamam. Bu şəkildə bir dənə to-do list, model list yazdıq. İndi çox da önəmsəmirik görüntünü və s. Əsas bizə yazmağa struktur olsun. İndi biz bunu həll eləməliyik. Yəni ki, buradan gəlib yazmalıyıq. Buna basanda burada çıxmalıdır və s. və ilaxır. Buralarını bilirik. Düzdürmü? Nə etməliyəm? Birinci deməliyəm ki, bizim to-do listin burasının valuesunu götürmək üçün nə deməliyəm? Nə deməliyəm bilək? On change, on input, bunları bilirdik da. Yəni burada da on inputla on change oxşar funksiyada işləyir. Birinci gəlib deyirəm ki, sən inputun hər dəfə yazılanda on change olasan və burada bir nə edirdik? Bura içinə promo yazmaqdansa bir dənə callback functionu qoyurduq və onun içinə yazırdıq ki, nə? Target value'su nə bilim harasa get, ora get, bura get, nə bilim. İndi bura bunu niyə qoyuruq uşaqlar? Onu bir dənə izah eləyim. Köhnələri izah eləmişəm. Məsəl üçün, bura hər hansısa bir funksiya yazanda handle input-da tutaq ki, handle input funksiyası. Bunu belə bu şəkildə işlətmək olur. Bu bizdə vanilla JS-dən fərqli olaraq bilirik də. Bura bir mötərizə qoyulmur.
Gəlirsən burada deyirsən ki, to-do'nun içində məndə tutaq ki, function var. Bunun adı handle inputdur. Tamam. Bu tutaq ki, hər dəfə məndə çıxardacaq ekrana, konsoloqa çıxardacaq bunu. Tamam. Bir dənə bunu refresh. Bax, bura bir dənə basanda artıq görürük ki, bu bunu çıxardır. Amma nə vaxt çıxartdı? Function işləyəndə, düzdürmü? Biz bura gəlin, bu mötərizəni qoysaq görün nə edir. Yəni ki, işləməmişdən qabaq çıxardır. Çünki bunların, bu mötərizələr var, bu əyrimçələr. Tamam. Onlar JavaScript mötərizəsidir. Sən onların arasında hər hansısa bir function mötərizəsi qoyduğun anda o funksionu triggerlayır və functionımız işləyir. Ona görə o da çıxır meydana. Yəni sən bunun bu şəkildə olmaması üçün, tutaq ki, indi sən bu şəkildə işlədirsən, hə, zordur. Amma sən hər hansısa bir value göndərmək istəyirsən bunun içindən, bir arqument göndərmək istəyirsən. Ondan nə edəsən? Məcbur mötərizə qoymalısan da. O mötərizəni əgər qoyursansa, bunun qabağına da bir dənə callback funksionu qoymalısan. Bu callback funksionu nə edir? Bu callback funksionu bildirir ki, onChange-im işləyəndən sonra, bax bu onChange-in funksiyasıdır. Yəni ki, funksiyam onChange və yaxud onClick, onInput fərq eləmir. O işləyəndən sonra handle inputu işlət. Aydın oldu? Və ondan sonra artıq öz-özünə kodlanmayacaq. Baxıram. Yenə kodlanmır öz-özünə, artıq kodlandı öz-özünə. Və indi sən bunun içindən bir dənə şey də göndərə bilirsən. Nə göndərə bilirsən? Arqument də göndərə bilirsən. İndi biz bunu burada da yaza bilərik, gəlib buradan tutub, buradan eləyib, burada da yaza bilərik içində. Konsoloqa gedib verərəm ki, eventi ver mənə, eventin nə bilim, targetini ver, marketini ver, target. Tamam. Və s. Bax, görsən, is not defineddir. Yəni, birbaşa olaraq biz buradan nöqtə target artıq yollamalısan ki, bunu da burada tuta biləsən. Yenə is not defineddir. Gördünüz. Yəni ki, biz bunun prinsipi birbaşa olaraq harda yazmalıyıq? Yəni, event yazırsınızsa, event bunun harasında olmalıdır? Ki, ondan qabaq da bir şey var. Yəni, birbaşa olaraq buradan mənə bir event gəlməlidir ki, sən onun targetında ötürəsən hələ bir. Ondan sonra da onu burada tutasan. Lapes targetında ötürmə. Biz buradan bir dənə gedək, baxaq görək. Artıq çıxır ekrana, düzdürmü? Çünki buradan hər hansısa bir şey ötürməlisən ki, burada da onu verəsən da. Yəni, bunun eventi var. Event nəyindi bizdə? onChange-indir. Düzdürmü? Bu funksiyanın deyil ki, sən bu funksiyanın içindən ötürəsən. Götür. Ola bilər, ola bilər. Onun promu belə də yaza bilərsiniz hətta. Yəni, bunun başını buraxın, əlavə bir funksiya yazmaya bilərsiniz. Gəlin bura yazın ki, konsoloqa mənə çıxart. Eventin, bunu demirsən. Targetin və olsun. Hə, o bir şəkildə tutulur. Belə. Yəni, event nədir bizdə? Event bizdə bir obyektdir. Hər funksiyanın bizdə onChange-in, onInput-un nəminə eventi var. Bax, bu eventdir. Bunun da içində nə bilim şeylər var. Bax, target var. Targetın da içində bizdə value var. Aydın oldu. Target elementin özüdür. Value'su da onun value'sudur. Bir dənə event nöqtə target deyəndə, onun da yanına bir dənə value-nu yapışdıranda artıq bizə bunun value'sunu verir. Yəni, bu value'sunu verirsə, biz bunu birinci şəkildə nə etməliyik? Yəni, bura atmamışdan qabaq. Çünki bu harasa düşməlidir bizdə. Düzdür? O düşəndən sonra ədə basanda artıq altına gəlməlidir. Düzdürmü? Ona görə bir dənə nə təyin eləməliyik? Fetch? Street kimdir? Hə, state. State təyin eləməliyik. Hə. Gəl deyirəm ki, const value set value, tamam. Bu use state. Tamam, bu bunu saxlaması üçün. Gəlib statik olaraq ötürdüyünüz dəyər nədirsə, onun tipdə bir şey verməyə çalışın. Aydın oldu. Array ötürsən. Birinci hələ value-nu ötürürsən. Nədir bunun value-su? String deyil. Bunun konsologun yerinə nə deyirsən? Bura gedib düşmək üçün. Set value, düzdürmü? Set value eləyəndə bunu, millət, baxın, yenə izah edirəm. Bu state-lərdə. Bu bizdə dəyişəndir, bu bizdə dəyişəni dəyişdirən funksiyadır.
sən heç vaxt state-i gəlib deyəməzsən ki, burada value bərabərdir target value və s. və ilaxır. Aydın oldu? Bu dəyişəndir, bu onu dəyişdirən funksiyadır. Bilirsiniz niyə deyənmərəm? Bilirsiniz niyə deyənmərəm? Bax, burada mənim bir dənə liyim olsun. Bunun içinə gəlib verək ki, biz value-nun dəyərini, bax, burada. Bax, hər dəfə yazanda görürsünüz, bu dəyişir, gəlir təzədən. Tamam. Biz bunu statik olaraq gəlib value-ya bərabər eləsəydik, birinci deyəcək ki, constant variable-ı dəyişə bilməzsən. O heç. Lap burada hər hansısa bir let-lə value təyin eləyəsən, aydın oldu. O, bunu buradan götürüb, hər dəfə deyərsən ki, value bərabərdir nəyə bizdə? Target value, düzdürmü? Target.value. Belə eləsən, yəni gəlib bunun üçün atırsan, buradan ekrana vursan da fərqi nədir ki? Düzdür? Çıxmayacaq. Niyə çıxmayacaq? Əslində bizdə gedib baxsaz, value-nu istəsəz ki, buradan götürəməyəsiniz. Value-nu istəsəz onun içində həqiqətən bu dayanıb, amma ekrana çıxmayacaq millət. Niyə çıxmayacaq? Onu da izah eləyim. Konsolda value desəm bir dənə. Hal-hazırda heç görüm. Çünki dəyişmir. Niyə çıxmayacaq? Onu da izah edeyim. Çünki biz state-imizi nə üçün istifadə edirik? Fərqi nədir onda? Sadə dəyişənlər. Nəyi dəyişmək üçün? Bizdə komponenti yenidən çağırması üçün. Yəni, biz state-lərdən ona görə istifadə edirik ki, state dəyişəndə komponent re-render olunur. Yəni ki, bu funksiya təzədən oxunur. Bu funksiya təzədən oxuranda bura hər dəfə içi dəyişir. Tamam. Bizim inner HTML prinsipimiz var idi. Hər dəfə nəysə əlavə eləyəndə vanilla JS-də nə edirdi? Inner HTML bərabərdir, dırnaq inner HTML plus bərabərdir filan. Tamam. Burada yoxdur. Biz də onun içini, buranın içini re-render eləmək üçün state-lərdən istifadə edirik ki, set value ilə bu state dəyişəcək. State dəyişəndə də hər komponentin, bax bu gördüyünüz hər komponentlərin özünün arxasında state olur. State deyə bir propertisi dayanır. O state dəyişən kimi bu bunu yenidən re-render edir. Və dəyişməyinə uyğun bu bunu ekrana çıxardır. Ona görə state işlətməyimiz çox önəmlidir. Aydın oldu? Çox sükut söyləyək, qorxudursunuz. Qarşı tanışıram. Ay, belə baxmayın. Həqqı qorxuram, belə baxmayın. Durub gedəcəm. Başa düşmədiniz. Düşdünüz mən. İsmail özü dəmin verir. Başa düşdü. Tamam. Əla. Bu. İndi Ctrl Z-ləri vururam bura, zəhmət olmazsa. Yes. Set value deyirəm və value-nu ki, bax, görsən, bura çıxadır. Amma bu belə çıxmalı deyil, axı. Bu, ədə basanda çıxmalıdır. Aydın oldu. Necə eləyərəm ki, belə yox, ədə basanda çıxsın. Yəni, belə şey görürsünüz siz. To-do-list. Yaxşı, bunun birincisini yazdım, ikincisini neyniyəcəm? Ədə basanda çıxsın. Onu neynəməliyəm? Yəni, baxın, ədə basanda çıxsın o deməkdir ki, biz to-do listim, to-do, ikinci tərəfi deyin, to-do list. List nə deməkdir? JavaScript-in listi nədir? Array-dir. Tamam. Biz bunu hər hansısa bir array-dən çıxartmalıyıq ekrana. Düzdürmü? Hər hansısa bir şey bunun içində yığılmalıdır, array-in içində. Oradan vurulmalıdır ekrana. Düzdürmü? Yəni, prinsipi sən gəlib deməlisən ki, burada mənim bir dənə də to-do array deyə bir şeyim var. Buna da set to-do array. Bu arada bu məcburi deyil. İsmail. Set İsmail. Bunu da yaza bilərik. Yaxşı. Amma set İsmail bunu dəyişəcəkmi? Dəyişəsən İsmail. Deyir, xeyr. Set İsmail da bunu dəyişəcək. Dəyişəsən İsmail, həqiqətən. Yəni, onu izah edirəm ki, İsmail, set Əkbər, adın fərqi yoxdur. Sadəcə, yəni, to-do array-i dəyişən funksiyada set to-do array olar da. Yəni, ona görə qlobal ad olaraq belə verilir. Aydın oldu? Yes. Set to the array. Və sən artıq neynəməlisən? Bu set to the array-in içində nə vaxt atmalıdır bunun value-sunu? Ədə vuranda, düzdürmü? Yəni ki, burada gəlib bir dənə funksiya yazılmalıdır mı? Deməliyəm ki, onu siləcək.
On cılıcıq. Deyərəm ki, handle todo. Todo. Handle todo funksiyon bundan. Nə deyərəm? Nihat nə deyərəm? Hə. Əla. Əyo, 3 nöqtənin başını bırax, hələ orada deyil. Nə atıram? To-do array-in içində mən nə atmaq istəyirəm? Bunun valuesunu. Bunun valuesunu harda store eləyirəm? Harda store eləyirəm? Value-da store eləyirəm, düzdürmü? Çünki hər dəfə basanda set value-ya nə store olunur? Target value. Target nədir məndə? Inputun valuesu. Prinsip buna da basanda bunun içinə, to-do array-in içinə nə getməlidir? Inputun valuesu. Onun nəyin içində saxlanır? Value. Şu. Bu heç. Hə, tamam. Bu heç. Bunu da array eləyirəm. İndi o nöqtə zat gələcək inşallah. Gəlirəm nöqtə. Gəl bir dənə də bura. Deyim ki, konsolluğa. Burada çıxartacağım şeyi. To-do array. Yes. Hə, bunu bura verməyək də. Bura artıq nə verməliyim? Bura hələ heç nə verməyək. Gəl. Li yazmışıq da bura, niyə çıxmalıdır? Sağ olun. Boş array çıxmalıdır. Çünki bax, gözəl insan. Bax, bura boş array vermişəm. Bu bunun nə idi? Initial value'su, düzdürmü? Burada bunu konsolluqda çağırıram. Sən indi deyərsən ki, niyə hər dəfə mən düyməyə basanda o konsolluq çıxır ora? Çünki bizdə konsolluq dəyişəndə, daha doğrusu, sizə value yazanda set value olur. O da bizdə state dəyişir. State dəyişən anda bizim komponentimiz re-render olurmu? Re-render olunduğunda bunu təzədən gəlib çağırırmı? Ona görə çağırılır. Yəni ki, bu qəribə bir vəziyyət deyil. Yəni, bunu bunun içinə atsan, gəlib function içinə atsan, çağırmayacaq hər dəfə. Amma mən görmək istəyirəm. Yaxşı. Elçin oldu. Yəni, belə istəmirəm. Nə oldu? Yəni, bu bizdə set value eləyəndə millət, bu to-do array-in içində baxmır ki, array var. Bu birbaşa olaraq bunun içini silir, yenidən yığır. Silib yenidən içinə nə yığır? Value-nu yığır. Value nə idi? Type olaraq. String. Sol. O stringi gəlir onun içinə salır, o da deyir ki, qaqaş, string var içində. Yəni, biz bunu array şəklində verməliyik. İndi gəlib desəz ki, yazaram bura ki, to-do array push value. Düzdürmü? Array-i necə eləyirdik? Push-la da. Amma ki, hə. Niyə? Sol. Yəni ki, bizdə arraylərimiz React-da non-mutable'dır. Yəni, non-mutable mutasiya olunmayandır. Tamam. Mutasiya eləmək arraylərimizi yaxşı bir fikir deyil. Niyə desəz, qardaş, React array desəm, bir dənə də desəm, içinə methods desəm, updating array instead. Bax, girsəz buranı oxusaz, görərsiniz ki, inşallah. There in their JavaScript, there are arrays use just another kind of objects. You should treat arrays in React state as name read only. This means you shouldn't return name. Option, gəl bura baxın. Shouldn't use methods that mutate the array, such as push and pop. Tamam, bəs elədirsə, yəni ki, deyir qardaş, işlətməyin. Harda deyir? React-ın öz səhifəsində. Yəni ki, işlətməyin. Ona görə biz də bunu işlətmirik, push-mush saat. Bura gəlib deyirik ki, sənin içinə yenə array gələcək. Aydın oldu. İndi baxıram hal-hazırda array şəklində salır. Zordur. Amma yəni bir də hər hansısa bir şey əlavə eləyəndə bu array-in içində dəyişdirib bunu eləyir. Çünki niyə? Mən nə dedim? Silir içini state-in, təzədən yaradır. Ona görə köhnə state-də qalan value-nu da verməliyəm bura. Köhnə state-də qalan value nədir məndə? Deyil. Gəlib deyərsən ki, to-do array bura parçala.
spread elə, tamam, köhnə arrayimi ora dağıt, yay. Ondan sonra yeni value tulla içinə. Bu şəkildə desəz artıq bundandır, bundandır, şey. Aydındır, tamam. Bu şəkildə bunu dedin. Ondan sonra gəlib bir dənə bunu burada nə qaldı? Ekrana nə etmək? Çıxartmaq. Yəni ki, array-i ekrana necə çıxardıram? Map. Yes. Gəldin bunu buradan bu mötərizəni qoydun. Gəldin array-imizin adı nədir? To the array. To the array nöqtə map item bundan. Burada nə verirəm? Mötərizələrimiz yaddan çıxmasın. Rəşid, gəl. Falan kəs, gəl. Peşman kəs. Gəl. Tamam. İndi should key prop falan filan. Tamam. O key birlikdə niyə çıxardır? Yəni ki, eyni komponentdən 2 dənə render olunanda React qışqırır ki, qardaş, mənə fərqləndir. Onu inşallah eləyəcəm. Birinci, hələ ki mən bunu indi düzdür, bax burada indi li məplənir. Bu çox da böyük bir şey deyil, millət. Yaxşı. Başqa komponentdə yazmaq. Amma ki yazaq, sırf öyrənmək üçün. Sizdə bunun yerinə bu boyda kardınız da ola bilər, ora məplənən. Aydın oldu və sən onun içini, onu gəlib bura soxuşdurmayasan, aydın məsələdir ki. Yəni bunu gəlin gedək bir komponent halında yazaq. Bunu gəlib deyirəm ki, list.jsx rafc bundan. Tamam. Və yenə də eyni şey deyirəm ki, burada məndə nə məslənir? Nə məplənir? List. Tamam. Şu da yəni. Düzdür mü? Nə gözəl. Tamam. İndi bunu belə eləsəz, add eləsəz, ay Allah. Görürsünüz nə deyir? Deyir itemimiz notify. Çünki burada item işlətmişik. Amma bu o itemimizin nə demək olduğunu bilmir. Çünki bura nə göndərməliyəm? Propsa. Item bərabərdir bir dənə item yazsaz, bunu da gəlsəz buradan nə kimi destrukturlaşdırıb tutsaz, item, onu da gəlib bura versəz, gözəl şəkildə işləyəcək. Bu destrukturlaşdırmanı yenidən izah eləməyimə ehtiyac var və varsa promo deyin. Sizdəyəm. Hə? Tamam. Söz gəlişi dedim da, yəni promo dedim. Hə. Deyək də, burada məndə item bərabərdə item göndərəndə bunu nihat bərabərdə item göndərə bilərəm millət. Yəni bunun məqsədi odur ki, burada sənə hər hansısa bir props gəlir, bunu da istədiyin addan tuta bilərsən ki, props gəlir mənə və yaxud piş gəlir. Yaxşı. O propsu, gələn propsu bir dənə bunu ekrana vurmadan gəlin konsolluğa verək. Props, tamam. Bir dənə bunu belə göndərəndə baxın görün nə gedir. Nihadın içində bir dənə sıdıfısı deyə bir şey gedir. Gördünüz? Yəni bizdə bir obyekt halında bir şey gedir ki, nihatlı value'su bizim value'muzdur. Ona görə biz bunu buradan tutanda bir də burada props nöqtə bunu götürmək üçün nə yazmalıyam indi? Props nöqtə nə? Nihat. Props nöqtə belə nihat yazmamağım üçün mən gəlib bunu buradan birbaşa destrukturlaşdıram ki, mənə props yox, nihat gələcək. Bax deyirəm ki, obyektin içində bir şey gələcək və onun adı nihat olacaq. Və mütləq ki, oradan göndərdiyimdən eyni adda olmalıdır ki, obyektin içindən həmin keyini tutsun. Obyektin içindən bu nihat adında keyin value'sunu tutub gətirir mənə. Yəni ki, promo olaraq deyir ki, mənə buradan bu gedəndə bu gəlir. Aydın oldu? Aydın oldu? Əla. Buna da nihat demirik. Item olsun ya da list item olsun. Tutaq ki da, Allah belə list item. List item gəlir, list item götürürəm. List item da gəlir, düşür. Bunun içinə, bunu da açıram. Allah. Hə. Input-u sıfırlayaq. Input-u sıfırlamaq üçün nə deməliyəm mən? target nöqtə və bərabər boş stringə? Yox.
Yəni inputu valuesunu məndə saxlayan hansı propsumdur? Hansı şeyimdir, state'imdir? Value, düzdürmü? Set value-nu dəyişən. Tamam. Mən bu button-a basandan sonra, sən bunu eləyəndən sonra deyirəm ki, array-in içinə atandan sonra get onun set value-sunu boş stringə bərabər. Yəni ki, prinsipi value-nu boşalt da, bildiniz. Aydın belə. Amma ki, bunu bundan əvvəl desəz millət, gedib array-in içinə də boş bir şey atacaq. Ona görə senxronluğa diqqət edin. Ondan sonra da gəlin, bizdə inputun value-sunu gedin, bizdəki value nədir? Value olaraq təyin edin. Çünki bunun value-sununla bərabər eləyək. Düzdürmü? Bunu da elədiyimiz anda, bura rəşid yazanda, bura vuranda, buradan sıfırlanır, bura düşür. Bura yazanda, buna vuranda, buradan sıfırlanır, bura düşür. Bu qədər. Çıxıdı. Obyekt, bunu obyektə çöndərəcəm. Onda da baxarıq, görək necə olur. Hə, indi bunu buradan eləyirəm, list item buradan tullayıram və s. və ilaxır. Buradan gəlirəm, indi məndə şey var. Gecə zülmət və flex var. Justify bitfin var. Burada da bir dənə, burada da bir dənə, burada da bir dənə, burada da bir dənə, burada da bir dənə zad var. Button var. On klikinə hələ dəymirəm. Text. Red. Yes. Göz oxşuyur. Tamam. P3 olmasın, P1 olsun, rounded 4 pixel olsun. Çox oldu. 2 pixel olsun. Ad yazdım, delete. Tək dərdiniz olsun. Bu hite. Items center. Çox da version almadı, çünki bu bir dənə nəyinsə içində olsa yaxşı olar. Yenə version almasa. Yenə version almadı. Çox da vezmə deyil. Bunu buraya yazmışam. Düz. Bunu bir dənə buradan qaldır. Branchına. Yes. Verəm. Bacardığım qədər çirkin to-do list yazdım. İndi davam edirik delete əməliyyatına. Delete basanda, oyamam, bu niyə buradadır? Delete basanda nə olmalıdır? Silinməlidir. Hardan silinməlidir? To-do array-dən silinməlidir. Yaxşı, yəni mən buradan buna yazsam ki, on click, handle delete. Tamam. O handle delete-ə nə? Function handle delete, nə bilim nə. Tamam, bunu necə delete eləməliyəm? İki dənə yolum var. Tamam. Ya sən buradan, səndə bura gəlməlidir nə bizdə? To-do array-imiz. Ya to-do array-imizi göndərəsən listin içinə, gələsən burada, oradan delete eləyəsən. Bir. İkinci usulda ki, function'ı ana komponentdə yazassan burada, onu props olaraq ötürəsən, gələsən buradan button'ın içinə salasın. Aydın oldu. Bildiniz? Çünki yəni bizdə ana elementdə olan şeyi görmək üçün, yəni ana elementdə bir array'imiz var. Onu biz child elementdən silmək istəyirik. Yəni bunun üçün gəl. Nə tərsən bura? Nə var nə yox? Kefal vəziyyət. Necə? Üzvü görək. Hə. Ürəyin istəyir gəl. Öpürəm, sağ salama. Xoşlarsın. Hə. İkisindən birini eləməliyəm, düzdürmü? Lap gəlin birinci dediyimi eləyək.
to-do'nun içindən buradan neyniyərəm? To-do array-yə yollayaram. Bizdə hal-hazırda birinci şəkildə key xətamız var. Tamam, key xətamız var. İkinci şəkildə çox uzatmayacağam millət. Bunu olsa bu şeyləri, errorları JavaScript-dən görmüşük. Bax, mən hal-hazırda silməli olsam nə ilə siləcəm? Ya indeksdən siləcəm, ya da ada görə siləcəm. Düzdürmü? To-do nədirsə. Ada görə siləndə belə bir problem olacaq ki, mən məsəl üçün 2 dənə burada handle delete, hə, bunu. Hə. 2 dənə burada eyni sanda s, d, f, d, s. Tamam. 2 dənə eyni şey olanda, birinə delete vuranda ikisi də silinəcək. Çünki filtr eləyir, olmayanı saxlayır və s. və əlaxır zat. Ya da ki, indeksə görə silməliyəm. İndeksə görə siləndə də biraz problemlərim olur. Sən o to-do'ları gedib hər hansısa başqa bir yerdə saxlayırsansa, sən məsəl üçün bu indeksləri bunu sildin buradan, bunu saxladın başqa yerdə, birinci indeksin. Sonra sən təzədən to-do yazanda bu birinci indeksin yerinə başqa bir şey gələcək. Hamısı buradan silinəndə. Prinsip olaraqdan da yenə 2 dənə eyni indeksin olacaq. Ona görə biz buna unique nəsə təyin eləməliyik. Məsəl üçün ID. List nöqtə nə üçün? Hə, this nöqtə parent delete üçün. O bir sənin necə bir şeydir? O buradan silir amma array-dən silir. O sadəcə ekrandan silmək üçün. Array-də qalır. Çünki array-in üstündə hər hansısa bir əməliyyat eləmirsən ki, filter. This parent nöqtə remove mötərizə o ekrandan silir. Tamam. Pop-to. Yəni görən görür ona, amma arxada qalır. Aydındır. Yəni ki, mən buna bir dənə ID də olmalıdır bunun içində, düzdürmü? Prinsipi, yəni mən bunu göndərəndə artıq value-nu göndərməliyəm nəyin içində? Bir obyektin içində. Ya burada çöldə obyekt yaradıb içəri verərsən, ya da promoy burada obyekt yaradarsan. Tamam. Məsələn, deyək ki, const məndə obyekt olacaq. Ya da obyektim çox da böyük deyil. O da içəridə də value-ya. Buna deyərsən ki, bu olsun to-do. Value geçsin içində. Bir də olsun id. ID-ni də nə qoya bilərsiniz unique olsun deyə? Array-in length-i qoya bilərsiniz, düzdürmü? Hə, amma array-in length olanda index plus 1 olanda prinsipi indeksdən eyniməsi olacaq. Biz istəmirik belə bir şey. Gəlin mən sizə belə bir şey öyrədim. npm nano id. Nano id deyə bir kitabxana var. Bunu yüklürsən npm paketi ilə çox qəşəng şəkildə yüklənir. Bir dənə paketin içindən gəlib baxsan ki, bax, nano id yükləndi bura. İndi desəz ki, bu nano id nə üçündür məndə? Bir dənə burada indi sən gəlib id-yə yazanda ki, nano. Bax, nano id-dən artıq görürsünüz. Buradan da import olunur. Bildiyiniz, random id. ID-ni nano ID olaraq göndərir. Bir dənə də to-do value göndərir. To-do'nun da qabağında value göndərir. Artıq mən buradan bunu indi mənim bir şeyim də var da. Bunu buradan ekrana vuranda, bura nə yazmalıyam məsəl üçün? Input-a nə yazmalıyam? Nə nöqtə value? Artıq bunun içində bura yox, bura ehtiyac yoxdur millət. Bizdə to-do array-in içindədir. To-do array-in içinə verəndə, hanı to-do array-in içində? Deyək, to-do array nöqtə məbləmlə. Bura item nə yazmalıyam artıq? Nə, nano ID. Item nöqtə to-do. Çünki artıq nə? Artıq obyekt şəklində gedir. İçində item artıq obyekt. Item'ın ID-si də ola bilər, to-do'su da ola bilər. Düzdürmü? Yazmalıyam ki, bura item nöqtə to-do. Düzdür? Baxım görün problem varmı? Görürsünüz, hər hansısa bir Elvin. Key prop'u verməmişik. Biz, aha bax, gəlin bunun içinə baxın. ID-yə bax bir dənə. ID deyirəm, yəni bundan daha unique. Tamam, 2 dənə. Şu. Artıq realdır. Və artıq şey problem də yoxdur yenə. Void müəllim böyük ehtimalla çaşıb bunun içinə, value-in içinə. Bu birisini verib. Başqa nə edə bilərsən? Yəni sən buradan set value-in içini təmizlədin. Value sıfırlandı, düzdürmü? Value-nun sıfırlanandan sonra necə gəlib inputun içinə verə bilərsən? Inputun value-suna value yazarsan da. Prinsipi biz value-nu elə bir boşluq edirik, belə edirik. Yanıb? Yoxsa yaxşılıq salması? Nə maraqsız adamlar sizə. Bax.
Zırt. Yəni içi boşaldı. İçi amma ki bax görsən, içi boş gəldi. İçi boşaldı inputun, amma ki value-ya keçmədi. Ona görə də bunu belə yazmalısın. Qardaş, value var ya burada. Bu nə hesablayır? Inputun value'sunu, düzdürmü? Onu neynirsən? Set eləyirsən ki, boşalt əlavə eləyəndən sonra array'ə. Düzdürmü? Boşaldı bu value-nun içi, boşluqdur. İndi onu input'a gəlib nətər verərsən? Inputun value deyə bir property'si var. Gəlib içinə atırsan ki, value, təzə value gəldi. Boşluq. Okay? Yes. İndi key xətamız var. Key xətamızı 2 dəqiqəyə gəlib necə həll eləyərik? Bunun üçün key'in içinə nə verərəm? Bizim artıq nəyimiz var? ID'miz. Nə yazıram? Qutar. And. Tamam. Hə. Delete əməliyyatımız. İndi delete əməliyyatım üçün gəlirəm buradan bunu şey yollayıram. Deyirəm ki, to-do nəyim getməlidir buradan? Hayır. Niyə to-do array? Set to-do array yəni. Set to-do array'i göndərdim buradan. Getdin bunu da tutdum burada. Set to-do array. İnşallah ki düz yazdıq. Hə. Millət, burada artıq problem yoxdur da. Həmin adda key gəldi, destrukturlaşdırdıq, tutduq. Okay. Yəni biz array'in özünü götürsək, öz üstündə mutasiya eləyə bilməyəcəyik. Tamam. Biz bunu dəyişdirən funksiyan ötürməliyik ki, üstündə nəsə eləyə bilək. İndi səndə bir dənə button'a, sil button'ına basanda on click. Tamam. Bu buradan nəyi göndərməlidir bunun? Yazaram ki, handle delete. Hə. Yəni delete olması üçün bunun buradan nəyə getməlidir spesifik olaraq? ID-sini. ID var əlimizdə. Yoxdur elə. Buradan list item deyə bir şey gətiririk. Bax, bu da bu ekrana çıxmır. Çünki list item hal-hazırda bizdə əvvəllər şey idi. Nə idi? Bax, list item.to-dur. Item.to-dunu göndərik təkcə. Biz artıq item'ın hamısını göndərməliyik. Düzdürmü? Obyektin hamısını. Çünki bizə lazımdır həm ID-si. Hə. Sən artıq bunu item bərabərdə item yenə bayaq kimi göndərsən, bunu buradan tutamayassan. Çünki artıq bizə obyekt şəklində gəlir. Mən sizə tövsiyə eləyirəm ki, bax buradan indi list item bir dənə konsolluğa versən, bunu buradan bağlayıb. Nə? Console.log'a list item'ı versən, İnşallah görəcəm. Bax, nə gedir? Obyekt gedir, düzdürmü? Çünki artıq biz nə şəklində göndərirəm mən bunu buradan? List item'ı item olaraq göndərəm. Artıq obyekt olaraq buradan deməliyəm ki, list item.to-dur, list item.id. İnanırsınız bunu da destrukturlaşdıra bilərsiniz, onu deməmək üçün. Yəni buradan item'ı bu şəkildə yox, birbaşa olaraq item'ı bura parçalayıb göndərə bilərsiniz. Bax belə. Tamam. Nə obyekt şəklində getdi, içində bir dənə key var, value var. Bir dənə ID var, bir dənə nə var? To-do var. Onu da gəlib buradan deyə bilərsiniz ki, list item yox, mənə bir dənə ID gəlir, bir də to-do gəlir. Tamam. Onu da artıq promo olaraq gəl bura denən ki. Uy. To-do. Tamam. Gördünüz? Tamam. İndi bunu buradan neynirəm? Bunun içinə ID göndərməliyəmmi? Prinsip bura şey qoymalıyam mı? Mötərizə qoymalıyam mı? Onun üçün birinci nə yazmalıyam? Callback yazdım. Göndərdim nəyi? ID-ni. Mən həmin ID-yə uyğun elementi nə etməliyəm? Silməliyəm. Düzdürmü? Ayşo. Filtrdə nəyi, hansı nəyi
nəyin içində gəzməliyəm? Array-in içində. Array var. Array-i dəyişən funksiya var, array yoxdur. Bax. Bax, set array nə idi bizdə? Hı? Funksiya, ISO. Prinsipi bu funksiyadır. Amma array-in özü yox. Onda burada nəyi də göndərməliyəm? Array-i də göndərməliyəm. Dediyim kimi. Bunu da buradan göndərsəz, bu artıq buradan çoxalırsa, belə də eləyə bilərsiniz ki, rahat göndərsin. Bax, bu keydir, bu set to-do'sudur, bu birisidir, bu belədir, bu belədir, bu belədir, bu belədir. Key nədir bizdə? Onu key bilmirsən? Kim soruşdu? Hə. Key bizdə. Elə bil biz komponentləri mapləyəndə, elementləri mapləyəndə, React hər hansısa bir elementdən 2 dənə eyni element olanda xəta verir ki, qardaş, each child should have a key prop. Yəni bu nə deməkdir? Deyir ki, yəni onları ayırd eləyən ən azından nəsə qoymalısan ora. Tamam. Onları ayırd eləmək üçün də nədən istifadə olunur? ID. Hər hansısa bir unik bir şey. Tamam, ID olmaya da bilər. Unik bir şey. O unik bir şey də nədir? Yəni ki, sən maplənən ana elementə key verməlisən. Düzdür. Bax, to array içində artıq bunu da göndərik. To array-i də göndərib. Gəlib buradan deyirsiniz ki, to array gəlir bura. Artıq nə edərəm? Birinci to array-in içindən həmin elementdən başqa bütün elementləri saxlayaram. Düzdür, sildiyim elementdən başqa. Prinsip bu nə deməkdir? Yəni ki, to array-i filter elə. Item mənə bərabər olmayan ID-ni qaytar. Bu nə deməkdir? Yəni mən buradan ID-ni göndərirəm. Bu həmin ID-yə bərabər olmayanları mənə qaytaracaq. Prinsip nə deməkdir? Həmin ID-dəki elementi siləcək. Bildiniz? Yəni ki, ondan başqalarını qaytarırsa həmin elementi qaytarmır. Prinsip onu silir. Tamam. Bu da məndə qaytaracaq hər hansısa bir şey. Onu da verməliyəm mən nəyin içinə? Set to-do'nun içinə ki, array-im yenilənsin. Bunu hər hansısa bir dəyişənə bərabər eləyib onu set to-do'nun içinə verə bilərsiniz. Və yaxud bunu birbaşa olaraq götürərsiniz. Yazarsınız set to-do array, program atarsınız bunun içinə. Başınız qarışmadı? Yox. Tamam. Alın. İndi görə işləyir. Əsas məsələ bu. Ya Allah. Hə? İkinci üsulda buydu ki, yəni bunları göndərmək yerinə bunu handle delete qaldırardınız, yazardınız. Burada to-do'da artıq burada həm set to-do'm var, həm to-do'm var, həm hamısı var da, tamam, düzdürmü? Handle delete burada yazardınız. Handle delete burada yazandan sonra to-do ilə set to-do'nun yerinə bir dənə nəyə ötürəsə artıq? Funksiyanı ötürməliyəm, düzdürmü? Handle delete buradan ötürərdim ki, sən handle delete gedirsən bura. Orada ötürəndən sonra gəlib bunun içində bu iki dənəsinin yerinə nəyi tutardım? Belə yox. Handle delete gəlib tutardım burada. Bunun da yerinə elə handle delete təzədən yazardım bura. Tamam. İçinə də ID gedir. Artıq nə olur? Burada funksiya yoxdur, ana komponentdədir. Tamam. Bunu handle delete yollayıram. Tamam. Bunun içində ID yollayıram. O da gəlir ana komponentdə. Bunun içinə təbii ki nə gəlir? ID gəlir. ID gəldikdən sonra bu həmin ID-yə bərabər olmayanı şıqqıldadır. Düzdürmü? Bu da var. Əgər işləyirsə. Tamam. İki yöntemli başa düşdünüz. Tutdunuz iki yöntemli. Əla. Süper. Nədir ki, elə tutardı ki. Tulum başa vurduq. Editdən qabaq hələ bir bunun danını manını zadı yazarıq. Hər hansısa bir status qoyarıq. Tamam. İndi bir dənə də tamam. Əla. Hər hansısa bir başa düşmədiniz yer varsa deyin təzədən keçim üstünə. Hə?
Bunu uşaqların istəyi üzərinə yazdıq. Dedilər ki, qardaş biz kaprizliyik. Bunun içinə value-ni yazandan sonra biz istəyirik ki, bura basanda qalmasın burada. Mən istəyirəm ki, silinsin. Belə bir söz dedilər mən. Və mən dedim ki, bura basanda onda biz buranın içini təmizləmək üçün nə etməliyik? Bunun value-sunu təmizləməliyik. Value-sunu da bir state-də saxlamışıq. Həmin state-i təmizləyirəm. Set value. Düzdür, funksiyayla təmizlədim. Oldu value-nun içi boş. Düzdür. Bura imp value yazın, ağlınız qarışırsa. Hə. Bu set value-nun içi oldu boş, yəni prinsip value-nun içi oldu boş. Biz də bunu gətirib inputa demək üçün sənin için boşaldı, yəni artıq value-un var sənin. Nə deməliyəm? Inputun value deyə bir nəyi var? Properties var. Inputun value deyə bir şeyini bilirik də. İnşallah. Hə da. Tamam. Onun üçün gəlib deyirəm ki, sən təzə value gəl. Yox, elə boş görünsün deyə. Bir də keçim. Məsələn, Ləman, sən başa düşmüsən bunu? Yox? Biraz. Tam belə mənəm deyən. Oyam. Elvin, səni də əvəz eləyərəm. Sən kimsən, sən dur çıxır deyən. Mən dərs keç. Sən? Deyirəm. İmtahanda görüşərik. Başa düşmüsən? İzah elə. Mən dilimdən başa düşməyə bilər. Xulaq. Hə, demirəm başdan izah elə, orasını. Hə. Deyir, bura value bərabər value niyə yazmış? Mən özüm başa düşmədim, yazdığımı nə tər? Biz value-ni nəyinə sıfırlayırıq? Set value-ni. Set value-ni sıfırlayırıq. Sıfırlayandan sonra da value-ni bura götürməklə input tətbiq eləməklə ötürürük. Gəlib ki, value bərabər olmasa tətbiq edə bilmirik də, value sıfırlayıb, bura input olan şeyi sıfırlaya bilmirik, input silinmir, input olaraq qalır. Nə yapmışsa o qalır. Bu set value-ni sıfırlayandan sonra bunu da bərabər eləmək lazım. Çox sarışdı. Bir dənə value-yə value input eləyim. Yaxşıdır, yaxşıdır. Bir dənə bunun buradan adını dəyişim ki, qarışdırmayasınız. Set value imp. Tamam. Bura value yerinə value imp. Başqa harada var idi? Value yerinə value imp. Tamam. Ay aman. Hə, bax. Bizim bir dənə value imp deyə state'imiz var. Bu bizim value-muzu saxlayır. Hər dəfə mən bunu buradan yazıb buna add eləyəndə, bunun içinə set value imp-lə gedir value imp-imizin içinə bizim həmin dəyərimizi atır. Aydın oldu. Amma ki, biz bunun bunu da yığışdır, bunu da yığışdır. Bax, input elə bir şeydir ki, sən məsəl üçün statik olaraq inputa gəlib desən ki, inputun value'sunun içində olsun. Adı yadımdan çıxdı. Mədinə. Inputun value'sunun içində olsun Mədinə. Aydın oldu. Bax, statik olaraq burada Mədinə olacaq. Gördün. Inputun value'sunun içində nə versənsə olur. Yəni HTML-də yazırıq da. Bu qədər bəs. İndi biz də deyirik ki, biz nə istəyirik? Biz istəyirik ki, gəlib bunu əlavə eləyəndən sonra bunun içi boşalsın. Düzdürmü? Biz də onun için boşaltmaq üçün nəyi boşaltmalıyıq? Value-nun impunu. Buradan tulluyuruq value içinə. Tamam. Onu gəldik set value impi boşaldırıq. Prinsip value impimizin içi nə oldu? Boşaldı. Artıq bomboş stringdir. Tamam. Bunu elədik. Yaxşı. Süperdir. Amma yenə olmur axı. Çünki niyə? Sən value-ya artıq gedib deməlisən ki, sənin value-un təzə mənim bu boşalmış value-mə bərabərdir. Ki onun içini boşaltsın.
Yəni ki, value-un, sənin value-un bərabər olacaq. Statik olaraq bayaq mədnə demişik. İndi deyirəm ki, nə? Hər dəfə value imp yenə qəribə baxırlar. Bizə niyə bəsdir qəribə baxır? Mən gedirəm başqa mentor çağırıram. İndeksini istəməyən vaxtında, yəqin o bilmir ki, statik olaraq bir şey göndərmək olur içində. Value-ünün komponenti göndərmək olurdu, biz istədiyimiz nədir? Hə. Onu yazıb oradan buluruz. O sizə işitsə bəsdir. Ağzını doldurdun, nəsə demək istədin, qaytardın, unuttun. Bunu bu arada mən şeydə də eləyirdim əvvəllər. JavaScript yazanda da eləyirdim. Çünki yadınızdan çıxar, vəfasız şeylər, tənbəl adamlarsın. Yadınızdan çıxar, hə, value içinə value zad verirdim. Yalnız qatda var. Ay sağ ol. Bunu yazdım. İndi belim ağrıdı. Yordu Zey məni. Bu istəyir adam dərs keçər. Adam mentora deyər ki, başa düşdüm. Gedin müəllim, istirahət edin. Ay müəllim. İndi mən sizə task verirəm. Köhnə taskımı. Kim yazdı bu color məsələsini? Yazdı hamısını full. Splitdən zaddan da istifadə eləmişəm. Ay sağ ol. Onda sizə başqa task tapmalıyam. Taparam. Burada app'in altında mənim yeni bir şey olacaq burada. Ayrı bir təzə bir. Bax, bu inputun color zadıdır. Ondan. Ürəyimiz necə istəyir. Millət, belə bir şey olacaq. Sizə göstərdiyim kimi keçən dəfə. Burada 3 dənə bundan olacaq. Tamam. Bunu dəyişəndə nə olmalıdır? Mənim altda 3 dənə divim olmalıdır. Bu yenə value məsələsi. Bunun yenə bu inputların targetinin valuesunu götürəsiniz, yenə bununla. Bax 10 yenə gəlin burada şey eləyək. 10 nə change eləyək? Onu change deyim ki, nəyə verəcək buna? console.log e.qəşəng. Sana varsın. Gəlsiniz bura gəlib deyirsiniz ki, görsünüz, hex kodu çəksin də bizə bunu deyir. Mən də sizə demişdim ki, zəhmət olmasa, bunu uşaqlara yazdırmışam. Bir daha. Zəhmət olmasa, color dərs 2, React dərs 2, npm run4. Demişdim ki, zəhmət olmasa belə bir şey eləyirsiniz. Bura 3 dənə bayraq. Yenə Macaristan elə deyək, biz bu Macaristan sevdası nədir? Libya. Yox, Libya deyil bu. Libyadır. Sudan, nə? Libyaydı bu. Hə, Libyadır. Hə. Bir dənə ortağımızın şeyi yoxdur. Bir dənə himn oxuyaq.
Başlayın. Hələ yavaş-yavaş Estoniya çönür, düzdür. İndi həll edin. Azər. Asaq kimin arxana? Azərbaycan. Qəşəng olsun. Ya tək dərdim olsun da. Bir dənə, iki dənə oradan şeyə basarsan. Hə. Dedim ki sizə belə bir şey zəhmət olmasaydı. Nə edəsiniz? Bax məntiqini deyin də mənə. Qəşəng. İşte onunla da qurtardı. Başqa heç nə yoxdur. Əla, super. Hı? Sağ ol. Yəni bunu birinci gedin yazın 3 state-lə. 3 state nədir? Hər inputun valuesunu bir state-də saxlayın. Aydın oldu. Hər inputun valuesunu bir state-də saxlayandan sonra gəlin bunu verin bura. Aydın oldu. Bunun color bu. Bunun color vermək asan bir şeydir uşaqlar. Yəni şey istifadə eləyirsinizsə, rədd ol. Yəni Tailwind istifadə eləyirsiz. Gəl bura. Nə deyirəm bura? Bura yox, bunun içinə. Bax burada bir dənə də siz bir divin içində olun, zəhmət olmasa. Burada bir dənə də div deyim. Flex call deyim. Tamam. Burada bir dənə div olacaq. Bax bunun içinə tutaq ki, hər hansısa bir şey vermək üçün with class name. Neyinirsiniz? Bir dənə bunu alırsınız. Bunun içinə burada bir dənə bundan yazırsınız. Tam bura şey yazanda, Tailwind, Mailwind yazanda width nə bilim tutaq ki 200 piksel. Height-da nə qədər? 100 piksel tutaq ki da. Burada bıcı olur black. For example, qardaş. Belə bir şey də. İndi bunun valuesunu bura vermək üçün nə edirsiniz? Hər hansısa bir bunu state-ə təyin edirsiniz. Özüm yazıram, əmək tasın. Yox da, şey göstərəm. Use state. Bunun initial valuesunu nə verərsiniz? Initial rəng verməyə bilərsiniz və yaxud içinə deyə bilərsiniz ki, initial olaraq olsun 000. Tamam. Bunu da bura vermək üçün gəlib bura color deməlisiniz. Onu bıcı blokı artıq gəlib deyirsən ki, bu olacaq color, bildiniz? Amma bunu şeylə yazın. İşləməyəcək. Bilsən niyə işləməyəcək? Çünki bizdə sırf black olmalıdır, ya white, Tailwinddə olan rənglər olmalıdır da. Hex kodu göndərəndə, Tailwindin məntiqi bilirsiniz necədir? Bax, bura bıcı yazanda, bura belənçi bir şey yazanda, aydın oldu. Bu, sən yazandan sonra bunu gedir. Atır CSS klasslarına, aydın oldu. CSS-ə, daha doğrusu CSS-ə ki, belə bir rəng alab olunur. Ondan sonra işlədir. Ona görə birincidən eləsəz, işləməyəcək. Tamam. Bunu şeylə yazsaz da olar. Bu Tailwinddə şeyin yazılmanı bilirik. Rəngə görə tutaq ki, nə bilim, hər hansısa bir state-ə görə hidden edirik, belə eləyirik. Nə bilim, sual qoyuruq, nə bilim, hidden yazırıq və s. və əlaxır. Nə bilim nə. Bu şəkildə, amma burada istifadə eləyəsiniz böyük ehtimalla yox, istifadə eləyəsiniz style-dan. Style-dan da istifadə eləyəndə, style belə istifadə olunur. Style qoyulur, bərabərdir. Mötərizə açılır, mötərizənin içində bir dənə də mötərizə açılır. Tamam. O bir dənə də mötərizə açılandan sonra bura tap yazsan ki, background color, tamam. Artıq bura istədiyin kimi, nə bilim, white yazırsan ki, bura biz white yazmayacaq, bura yazacaq biz nə? Color. Tamam, nədir? Gəl bunu buradan dəyiş, elə FFF. Oldu ağ. Tamam, bunu elə boz rəng. Gördünüz? Yəni, prinsipi də buradan da set color versən buna. Bunu dəyişəndə bu da dəyişəcək. Düzdürmü? Amma yəni, mən bunu istəmirəm da. Bu qədər bəst istəməyəcəm sizdən. Siz bunu gedib yazarsınız 3 dənə state-lə. Color 1, color 2, color 3. Düzdürmü? Mən istəyirəm ki, o 3 state-lə yazın birinci. Onu görün. Ondan sonra gedib onu salasınız bir state-ə. Yaxşı? Bir state-lə üçünü də dəyişəsiniz. Yəni, üçünü də saxlamalısınız bir state-lə.
Necə eləyəsiniz bilmirəm, amma ki ağlınızda saxlayın ki, elə buna oxşuyur da, yəni. Prinsipi biz burada da state-in içində obyekt saxlamırdıq. Tamam. Əlaqələndirərsiniz.